Hal-hazırda Göygöl rayonunda Xan Yurdunda baş tutan 5-ci Milli Yaylaq Festivalındayıq. Gedək sizi festivalla yaxından tanış edim. İlk öncə olaraq İctimai İştirakçılar Məclisinin layihəsi olan Gəncəsənətin sərgisi ilə sizləri tanış etmək istəyirəm. Burada maraqlı əl işləri var, rəsm əsərləri, toxuculuq, taxta üzərində işlər, aksesuarlar və s. Yorulmayasınız. Burada maraqlı şamlardan düzəlmiş qəşəng dekorativ əşyalarımız var. Belə taxtadan olan əl işləri. Milli geyimlər. Toxuma işləri, qəşəng oyuncaqlar, təbii daşlardan qolbağlar və s. Festivala xarici qonaqlarımız da gəlir. Bu da Özbəkistandan gələn qonaqlardır. Deməli, nə axtarsanız var. Yeməyimiz var, içməyimiz var. Əyləncə məkanları var. Orada tirlər var. Hamısından var. Yoxdur. Burada isə bizim Lalə xanım var və onun Helium Gəncə evi. Xoş gəlmişsiniz Lalə xanım. Baxın, bir-birindən gözəl şarlar, helium şarlar. Lalə xanım 3 gün müddətinə buradadır. Əgər istəsəz, Instagram səhifəsi də var. Sifarişlərinizi eləyə bilərsiniz. Onu deyim ki, burada ən gözəl yer sizin yerinizdir. Uğurlar sizə. Gedək görək başqa nələr var. Hətta isti qarğıdalımız da var. Burada o qədər möhtəşəm ab-hava var ki, yəni bir neçə gün qalmağa həqiqətən də dəyər. Hətta gəlib gəzməyə də dəyər. Çünki axtardığınız hər şey burada. Özünüzü dağın başında kimi hiss etməzsiniz. Çünki əlimizin çata biləcəyi hər şey var burada. Allah pazar versin. Bu Türk tayfa damğaları da Azərbaycan ərazisində tapılan damğalardır. Bu orijinallar deyil. Bunların bizim komandamız, artifakt topçuları tərəfindən Azərbaycan ərazisində tapılan damğalardır. Orijinalları buradadır. Bakın daşların üzərində, türbələrin üzərində. Bu da biz artıq bunları cədvəlləşdirmişik. Bunlar əllə çəkilmədi də. Bunlar əllə çəkilmədi ki, bəli, biz Amsterdamda olan sərgidən kataloq oradandır. Biz elə bilin ki, Azərbaycanı təmsil eləmişik. Sırf Türk mədəniyyəti, qədim yazılar, petrogliflər. Burada da artıq 4-cü ildir. Hava biraz sərinlədir, ancaq
prasesinin havası möhtəşəmdir. Sizə Kəpəz dağının mənzərəsində çəkmək istəyərdim. Ancaq hal-hazırda hava dumanlı olduğu üçün çəkə bilmirəm. Yorulmayasınız. İsti kətə. Neçədir kətən biri? Burada ox atmaq öyrədirlər. Keçən dəfə gələndə biz də atmışdıq. Baxaq görək ata bilir. Ən azından cəhd etdi. İlk dəfə məndə də eyni vəziyyət alınmışdı. Hədəfdən başqa hər yerə atmışdım. Hərə öz keyfində, hərə öz ab-havasında, nə gözəldir. Şəhərin komplekslərini, şəhərin ağır yüklərini atıb hamı gəlib burada istirahət etməyə, əylənməyə və olduğu kimi həyatını yaşamağa. Ey Toran'ın bel bağlası. Dünyaya emanet gelmez Türk milleti sensiz asla. Dünyaya emanet gelmez Türk milleti sensiz asla. Devletimiz devlet olmaz Türk milleti. Tezliğine duyulesin, Boykan'ı be yaparım, tezliğine duyulesin. Seni de cemen alarım, ben de bir bey olarım. Seni de cemen alarım, ben de bir bey olarım. Var var, var var. Hava qaralıb. İnsanlar hələ də buradadır və hələ də əylənirlər. Musiqi səda var altında rəqs edirlər. Özləri üçün əylənirlər. Xoş vaxt keçirirlər. Hələ festival ilk günü davam edir. Yox. Möhkəm söhbət gedir. Gəlmişik çadırımızı qurmağa. Hal-hazırda çadırımızın qurma prosesindəyik. Bu da çadırımızdır. Çadırımızın qurulma prosesi ikinci hissə. Prosta yarımçıq görsənir. Deyirdim, mən özüm burada qala bilərəm səncə. Şüyürəm, soyuqdur. Nə olar, mən də bölünüzdə yatımdan, ha, ona pis deyil. Soyuqdur. Qorxunç. Çadırımız hazırdır. Yatmağa hazırlaşırıq və hal-hazırda çöldə yağış yağır. Yəni
klaustrofobiyası olan bir şəxs üçün, yəni özüm üçün ilk çadır təcrübəsi görək necə keçir. Sağ olun, gecəniz xeyrə qalsın. Sabah görüşərik.